Dostlar, yaxın əyləşin. Bugün Murov Qartalı Raqif Orucovun doğum günüdür. 1972-ci ildə. 72-ci ilin bu günü iyul ayının 12-si Ağdam rayonunda dünyaya göz açmışdı. Allah şəhidimizə rəhmət eləsin. Allah Raqif Orucova rəhmət eləsin. Valla onun qəhrəmanlığı barədə nə qədər danışsaq azdır. Raqif Orucov cənab polkovnikin tabeçində mən də xidmət etmişəm və bildirim ki, müstəsna bir xidmətləri olub. Yəni bilmirəm onu haqqda, onu şəxsən tanıdığıma o qədər şadam. Nə gözəl ki, bugün Raqif Orucov, o yəni mən şəxsən tanımışam. Şəxsən onu ilə ünsiyyətdə olmuşam. Bilirsiniz bu nə deməkdir? O cür qəhrəmanla bir hərbi hissədə xidmət etmək, onun tabeçində xidmət etmək böyük bir şərəfdir, qəhrəmanlıq. Bugün o şəhidlər vətənin bölünməməsi üçün canlarını qurban verdilər. Bugün qazilər qan tökdülər, vətən yaşasın, dövlət yaşasın, bizlər yaşayaq. Allah şəhidlərimizdən, qazilərimizdən razı olsun. Allah rəhmət eləsin.